Xəbər verdiyimiz kimi PKK terror təşkilatı özünü ləğv etdiyini açıqlayıb. Terror təşkilatı ötən həftə toplanan qurultayın yekun bəyannaməsində dərc eləyib. PKK-nın fövqəladə 12-ci qurultayında PKK mübarizənin Kürd problemini demokratik siyasət yolu ilə həll edəcək səviyyəyə gətirdiyini və bu baxımdan PKK-nın öz tarixi missiyasını başa vurduğunu dəyərləndirib. Bu əsasda PKK-nın 12-ci qurultayında Abdullah Öcalan tərəfindən idarə edilməsi üzrə PKK-nın təşkilat quruluşunun ləğvi və silahlı mübarizə üsuluna PKK adı altında aparılan işlərə son qoyulması qərarı alınıb. Hər kəsi sülh və demokratik cəmiyyət prosesində iştirak etməyə çağırırıq deyə açıqlamada qeyd olunub. Həmçinin bəyannamədə Kürd-Türk münasibətlərində yenidən qurulmasına çağırılıb. Silahların çatdırılması gündəmə gələcək, silahların təhvili ilə bağlı yol xəritəsinin dəqiqləşdirilməsi gözləntilər sırasındadır. İddia olunur ki, bütün silahlar Türkiyə Silahlı Qüvvələrinə təqdim ediləcək. İkinci mərhələdə hüquqi tənzimləmələr gündəmə gələcək. Digər bir gözlənti isə dağda olan və Türkiyə daxilində heç bir hərəkətdə iştirak etməyən terror təşkilatı üzvləri ilə bağlı hüquqi tənzimləmənin edilməsidir. Yüksək səviyyəli PKK terrorçuların vəziyyəti ilə bağlı 3-cü ölkə formuluna baxılır. Başqa bir məqam icranın təşkili ilə bağlı gözlənilən qaydalardır. DEM partiyası da terror təşkilatının lideri Abdullah Öcalanın İmraldakı şəraitinin yaxşılaşdırılması üçün addımların atılmasını gözləyir.